Haqq Ədalət Partiyasının sədri Əli Zahav. Əlman xoş gördük sizi Latında. Sağ olun. Nə istər keçirdirsiniz? Təəssüratım çox böyükdür. Bu Laçın dediyimiz şəhəri Prezident İlham Əliyev müasir şəhər qurma mədəniyyəti gətirərək Azərbaycana yaratmışdır. Bu, dünyada tay bərabər olmayan bir şəhərdir. Mən heyran oldum. Bu şəhər Davos ki var, beynəlxalq forumlar keçirilir. Davos'tan 100 qat artıq gözəl və bütün şərait olan şəhərdir. Mən çox istərdim ki, Azərbaycan bir sıra beynəlxalq forumları burada keçirsin. Dünyaya Laçını göstərsin. Laçın tək Qarabağın yox, bütün Azərbaycanın gözüdür. Bu, müasir şəhərdir. Son dərəcə müasir. Buranı ancaq İsveç ilə müqayisə eləmək olar. Elə havası, iqlimi də ona çox uyğun gəlir. Səfərdən çox məmnun qaldım. Qurulan, tikilən işlər, bu qədər abadlıq işləri, şəhərlər, kəndlər, qəsəbələr, saysız-saysız tunellər, yollar, dəmir yolu, Zəngəzur yolu. Böyük hissəsi tikilib. Məni heyran elədi. Çox razı gedirəm. Əlman təklifləriniz varmı Qarabağla bağlı, ümumi tikinti, quruculuq işləri ilə bağlı? Düzü mən sizə deyim ki, burada hər şey olur. Buna artıq təklif verməyə ehtiyac qalmır. Ancaq bəzi insanlar belə hesab edirlər ki, Qarabağ təcili məskunlaşmalıdır. Təcili burada hər kəs iş tapmalıdır və təcili hər şey necə lazım istədikləri kimi olmalıdır. Bu mümkün deyil. Biz təzə-təzə hələ öyrənişirik. Bura oturuşmamışıq hələ. Tələsməsinlər. Burada çoxlu insanlar da yaşayacaq, çoxlu iş yerləri də olacaq. Bütün millət də qayıdacaq öz yerinə, yataqlı yurduna. İnşallah.